Mənim 40 yaşım var, mənə niyə sındırırsınız? Mənim 40 yaşım var, mənə niyə sındırır bu hakimiyyət? Məni polislər niyə sındırır? Niyə? Mənim kimilərini yığmalıdırlar qoltuqların altına, deməli, dərs keçməlidirlər, iş verməlidirlər, işlətməlidirlər, pul verməlidirlər, əmək... Bunlara görə, başa çıxdın? Polis gəlmişəm, işdən can Mən alıb gəlmişəm. qalmalı deyirəm ki, nə eləyim, nə tər eləyim, mən uşaqlarıma bir tikə çörək gətirim. Sabır, hərdən hansısa bir şey bizə düzgün çatmaya bilər. Başa çıxdın? Mən bir yaxşı dedim. Qəddafi düzdür, axırda vətən xaini oldu, nə bilim, xalqının düşmanı oldu, nə oldu. Amma 40 il hakimiyyətdə oldu. Mən İlham Əliyev, Allah prezidentimizə can sağlığı versin. Mən ona prensip döyürəm, olmamışam da. Mən heç, mənim üçün bir dənə o lazımdır ki, onun yerinə kim olacaq? Xalqı ona inandı. Malçat elədi. Ha, kim? O da kim inandı? Qəddafin xalqı. İnandı, malçat elədi. Onlar güya, sən birinci, bax, aç oxu da qardaş, internet ver, tarix kitab var, o birisi var. O hakimiyyətə gələndə Liviya xalqı nə bərbat vəziyyətdə olub. Və sonra çiçəkləri... Mən bu vaxtacan uşaqların yanında sigaret çəkməmişəm. Eləncə əsəbləşmişəm. Çəkmişəm bu vaxtacan uşaqların yanında sigaret. Bizim yanımızda sigaret çəkmiyoruz. Necə əsəbləşmişəm, heç uşaq bu dəqiqə yanında. Biz müharibədən çıxmış dövlətik də. Bizim də çətinliyimiz var. Polisin də çətinliyi var, sənin də çətinliyin var. Qaytarsın da torpaqlarımızı alaq, gedək mən də torpaq versin mənə, desin ki, burada ək, biz, burada yaşayacaq uşaqlarımı günahlar. Alsın, birinci mən gedəcəm. Heç misal üçün, qaçqın döyürəm, bir şey döyürəm, nə olsun, nə təfotu var, nə olsun mən Bakıda doğulmuşam. Mən də bu Azərbaycanın balasıyam. Təfotu yoxdur, mən Azərbaycanımızı heç vaxt bölgələrə bölməmişəm. Qaçqınlar mənim ürəyimin ağrısıdır. Siz bilərdiniz ki, dünənlər o televizora necə baxırdı. Gözünün yaşını tökə-tökə. Nəyə görə? Amma bir dənə gedginlə qaçqının qapısını açıb. Baxırlar televizora. Mənim bayrağım asılıb orada. Azərbaycan Respublikasının bayrağı asılıb. Bax, evimdə. Bir tərəfində Azərbaycan bayrağı, o bir tərəfində Türk bayrağı asmışam. Mən remonta görə çıxartmışam. İstəyirdim biraz remont edeyim. Buralar hamısı şəhidlərimizin şəkilləri idi. Hamısı. Mən remont eləmək istəyirdim. Biraz pulum vardı. Remont eləmək istəyirdim. Başqa problemlər çıxdı üzə. Onun üçün qaldı remontsuz. Mən durub, mən nə bilim, qalmışam, heç söz də tapa bilmirəm. İndi sən polis bölməsinə dəvət edirlər. Niyə getmək istəmirsən? Qorxuram, inanmıram çünki. Qorxuram, bir dəfə anladıblar. Keçən səfər misal üçün məni, hanı o sənətlər? Keçən elə dedilər, apardı, oturdu, yatdı, içərdə çıxdı. Bu sənətlər, bu saxta yatdığım sənətlərdir. Ha, dedi, buradadır. Qorxu ona gördü, gitmir. Geçsə, aparıb salacaqlar içəri yenə. Deyək. Bura gəlsən. Buyurun. Burada yazılıb ki, mən polisə müqavimət göstərmişəm. Küçədə söyüşlər söymüşəm. Hakimiyyətə qarşı. Yaxşı ki, ona heç olmasa qeyd edirlər. Bu nə vaxt olub? Sentyabrın 6-sı. Qərar verilib sentyabrın 7-si. Bəli, qərar verilib sentyabrın 7-si. Oktyabrın da 6-sı buraxdılar mənə. Sentyabrın 11-də atasının ürəyi partladı, öldü. Evet. Atamın da ürəyi partladı, eşitdi bu söz söhbəti. Ürəyi dözmədi, öldü. Məni heç atamın bastırmağına bir qırağa, atamın bastırmağına bir qırağa, atamın qırxına da heç buraxmırdılar. Atam qırxına yox, 3-ünə, 7-sinə, heç olmasa da. Axşamına da dedim, heç olmasa bir cümlə bastırmağa gəldim, xahiş elədim, buraxmadılar. Bir gün niyə dedim, özünüz aparın, özünüz də gətirin, buraxmadılar. Buraxmadılar. Ata mənə nə üçün böyüdü? Nə üçün mənə böyüdüb boya başa çatdırıb ata? Ki mən onu çiynimdə aparım da, o hər bir oğlun borcudur. 3 metrə mən də çiynimdə aparardım, 3 metrə, 3 addım aparaydım, mübarizə bastıraydım, atamın adı mübariz. Deyərdim, ata, bağışla dayı ki gedən bunu. Qaytarıb gətirəydilər, təzələn mənə cəzamı çəkəydim. Olmayan cəzamı.
həyətdə 3 dənə toyuq saxlayıram. 3 dənə, 4 dənə həyətdə toyuq saxlayıram. Yumurtanı götürüb uşağı yedirdirəm. Zibillikdən çörək yığıb verirəm toyuğa. Toyuğa zibillikdən çörək, o mənə əvəzinə yumurta verir. Bunu mən balama yedirdirəm, sevdirəm ki, şükür Allaha. Şükür Allaha ki, yumurta var. Yeməyi var bir günlük. Bəli. Hə, çatmışam sonmasına. Neçə uşağı var? 4 oğlum var, hal-hazırda burada 3-üdür. Bəli. Buraya baxsınız. Son. Yox hələ. Hələ evdə oturmuşuq, söhbət edirlər. Mən sonra, hə, oldu yaxşı, sağ ol, çox sağ ol. Hə, buradayım, hə. Oldu yaxşı, sağ ol. İndi də deyəcəklər ki, nə bilim, narkomandır İndi bu. geçsin vapşı başka şey diyeceğim. Var Tezde baktı. tabak ettin yattın. İndi 30 gün yatmışsın sen de vapşı çok yatıdıracaklar sana. Yani gidin benim orada ne işin var sana? Amma dəvət eləməyin səbəbini demirlər polisə, nəyə Yox. görə? Yox. Yat Gel bura deyirlər orada ki, yerik. yat deyirlər ki, nə bilim, Biri deyir İt it satmısan, alarsan, it it satmısan. satmısan. Biri deyir biri deyir, nə bilim. Axı burada indi bayaq göstərdin, Facebookda paylaşdın o video. Facebookda paylaşdığımı, Biz ha, deyil, fakt ona ona görə. görədir. Yəni ki, fakt ona Amma görədir, demir özü də yəni. deyir. Yəni ki, onu özü də gizlətmir, özü də deyir ki, buna görədir, amma Yox, mən elə şey demədim axı. Mən sənə dedim ona görə deyim. bu da başqa mənim cinayət xarakterli. tek it satmışsınız, anlatmışsınız. Sonra dediniz ki... Mən bu məhəllədə 25 ildir, alnı açıq gəzirəm. Heç Mən bir dedim ərizə kəs, var. Mən demədim heç bir kəs deyə bilməz ki, kimisə toyuğuna daş atmışam. Heç bir kəs. Heç bir kəs. Mən 25 ildir burada yaşayıram, yəni ki, uzaqdan gəlməmişəm, özümüz bir şağılı yox. Təsadüfən gəlib Sovetskada biraz yaşadıq, sonra köçdük bura. Can, nə qədər, nə qədər. Yəni ki, mən yenə də deyirəm, yenə də vurğulayıram, mən Azərbaycanımızı bölgələrə bölməmişəm. Azərbaycanımızı Get medallarını gətir. Hanı medallarım? Hara qoymusan medallarını? Get gətir, Rövşən əmiyə göstər. Bax. Bu oğlan qatıq çörək yeyə, qatıq çörək yeyə, yumurtaya. Bax. Bu onun diplomlarıdır. Bax, diplomlarıdır. Keçən səfər mən burada fəhlə işləyirəm. Fəhləlik edirəm burada, palçıq tuturam. Gəldi ki, ata, 6 manat pulu yığırlar. 6 manat pulu yığırlar. Bəs bizi məşqdə yarış keçirdəcəklər. 6 manat üstündə olmadı. Allaha and olsun. 2 manat oradan tapdım. 2 manat bunu. Yarım saatın içində 6 manatı düzdüm, qoşdum. Gətirib verəndə oğluma ki, 6 manatı gələ. Dedi ki, ata, hazır deyirəm, bəlkə getməyim. Gördü ki, çünki o gördü ki, mən nə zülümlə o 6 manatı tapdım. 6 manatı verdim, yola saldım. Bir həftə keçib üstündən yadımdan çıxıb, məşqdən gəlib deyirəm, akası bir həftə vaxt var idi də, o 6 manatları yığırlar, nəyəsə görə bilmirəm. Gəlib bir həftədən sonra yenə də orada işləyirəm, palçıq tuturam. Deyir ki, ata, bura gəl, söz deyirəm sənə. Deyirəm, nə deyirsən? Götürüb medalı taxır başıma. Bax bu medalı. Bu medalı taxır mənim boynuma, oğlum ki. Mən 40 yaşım var, məni öş sındırır bunlar. Mən bilmirəm, məni öş sındırırlar bunlar. Mən balalarım nəsə vaxt görməyib, mənim göz yaşlarımı niyə göstərsiniz? Can, dönüb baxır mənə, can, qurban olum. Niyə uşaqlar mənim qorxmalıdır? Niyə mən bir jivaniyalar keçsin? Mənim az həyat məni az döyüb.